Deməli, uşaqlar, əgər biz nitratı parçalasaq, naməlum nitratdır, bunu parçalasaq, buradan deməli, MnO3, MnO2n, yəni nitrit turşusunun duzu və biz buradan oksigen alsaq, bu aktiv metalların nitratlarının parçalanmasını bizə göstərir. Əgər metal aktiv metaldırsa, litium xaric, natriumdur, kaliumdur, rubidiumdur, seziumdur, kalsiyumdur, bariumdur, stronsiumdur və məsələn, bunların nitratları parçalananda buradan alınır duz, yəni metalın nitriti və oksigen. Məsələn, natrium nitratı parçalayır. Biz bu reaksiyanın əslində oksigenin alınmasında da öyrənmişdik. Laboratoriyada alınması, alınır buradan natrium NO2 üzərinə cəb. Və yaxud kalium nitratın parçalanması. Buradan alınır kalium nitrit üzərinə cəb oksigen. Və yaxud uşaqlar kalsiyum nitratın parçalanması. Buradan alınır kalsiyum nitrit, kalsiyumun valenti 2 olduğuna görə belə yazıram, üzərinə cəb oksigen. Bu reaksiyalar deməli bizdə olur aktiv metalların nitratının parçalanmasına uyğun reaksiya. Uşaqlar, yadda saxlayın, orta aktiv metalların nitratları parçalananda buradan metalın oksidi, MeO, NO2 və O2 alır. Nəzərinizdə saxlayın ki, NO2 qonur rəngli qazdır. NO2 qonur rəngli qazdır. Buradan alınır MeO, metalın oksidi, NO2, bir də O2. Bura aiddir orta aktiv metallar. Məsələn, magneziumdur, sinkdir, tutaq ki, dəmirdir, alüminiumdur, xromdur və s. Bunlar orta aktivlər. Bir də aktiv metallardan litium nəzərinizdə olsa və pasiv metallardan mis. Bunların parçalanması da orta aktivlər kimi gedir. Bunlar parçalananda bizə verir, deməli, duz nə idi? Bizə verir MeO, metalın oksidi, NO2, bir də O2. Məsələn, uşaqlar, mən yazıram sink nitrat, bunu parçalayır. Sink nitrat parçalananda buradan alınır sink oksid, buradan alınır NO2, bir də buradan alınır. Və yaxud uşaqlar, alüminium nitrat parçalananda bizə verir, alüminiumun valenti 3-dür deyə ayağında 3 yazıram. Sinkin valenti 2 deyə ayağında 2 yazıram. Bunu parçalayanda bu bizə verir, deməli, alüminiumun oksidi, alüminium 2O3, NO2 və O2. Baxın, bu reaksiyalardan həm turşu oksidi alındı, həm də necə oksid alındı? Sink oksid, alüminium oksid necə oksiddir uşaqlar? Bunlar hansı oksidlərə aiddir? Oksidləri keçəndə demişdik. Bunlar necə oksidlərdir? Bunlar amfoter oksidlərdir. Və yaxud uşaqlar